Salam əziz və dəyərli tələbələr. 31 may 2026-cı il tarixində Master nömrə 1 tədris mərkəzində keçirilmiş ümumi sınaq 9 imtahanının Rus dili fənni üzrə suallarının izahını sizə mən Reyhan müəllimə təqdim edəcəm. Bildiyiniz kimi xarici dildə ilk öncə dinləmə mətni olur və hər zaman olduğu kimi gəlin dinləmə mətninə qulaq asaq, onun yazılı versiyası ilə tanış olaq, ondan sonra suallara və izahlara keçid eləyək. Buyurun, dinləyin. Орхан, недавно я прочитала статью о том, что путешествия помогают человеку не только отдыхать, но и расширять кругозор. Раньше я думала, что люди путешествуют только ради развлечения. Многие действительно воспринимают путешествие как способ отдохнуть от повседневной жизни. Однако путешествие может стать важным источником новых знаний и впечатлений. Каким образом? Ведь сейчас почти любую информацию можно найти в интернете. Интернет предоставляет много информации, но он не всегда способен передать реальные впечатления. Например, можно прочитать о традициях какой-либо страны, но совсем другое дело увидеть их своими глазами и пообщаться с местными жителями. Думаю, в этом есть смысл. Когда человек посещает новые места, он начинает замечать различия в культуре, образе жизни и даже в мышлении людей. Именно так. Кроме того, путешествия помогают человеку стать более самостоятельным. Иногда приходится принимать решения в незнакомой обстановке, планировать маршрут или решать неожиданные проблемы. Но некоторые считают, что путешествия требуют слишком больших расходов. Не обязательно. Сегодня существуют различные варианты бюджетных поездок, образовательных программ и студенческих обменов. Главное не расстояние и не стоимость путешествия, а опыт, который человек получает. Получается, путешествия могут быть не только способом отдыха, но и частью личного развития. Многие специалисты считают, что знакомство с другими культурами помогает людям лучше понимать мир и относиться к окружающим с большим уважением. Və bu bizim dinləmə mətnimiz idi uşaqlar. Gəlin bunun tərcüməsini sizə təqdim edeyim ki, ümumiyyətlə mətndə nədən söhbət getdiyini daha rahat başa düşəsiniz və suallara da keçid eləyəndə sualların mahiyyətini də daha yaxşı anlayasınız. Dialoq tipli bir dinləmə mətni idi. Orxan, bu yaxınlarda, yəni səyahət haqqında bir mətndir. Orxan, bu yaxınlarda səyahətin insanların nəinki rahatlamasına, həm də dünya görüşlərini genişləndirilməsinə kömək etdiyi barədə bir məqalə oxudum. Əvvəllər insanların yalnız əyləncə üçün səyahət etdiyini düşünürdüm. Bir çox insan səyahəti gündəlik həyatdan qaçmaq üçün bir yol kimi görür. Bununla belə səyahət həm də yeni bilik və təcrübələrin dəyərli mənbəyi kimi də ola bilər. Buradakı kakim obrazım, yəni bunu necə etmək olar? Axı indi internetdə demək olar ki, hər məlumatı tapmaq mümkündür. İnternet çoxlu məlumat verir, amma hər zaman real təəssüratları çatdıra bilmir. Məsələn, müəyyən bir ölkənin adət-ənənələri haqqında oxuya bilərsiniz, amma onları gözlərinizlə görmək və yerli sakinlərlə ünsiyyət qurmaq tamamilə fərqli bir məsələdir. Düşünürəm ki, bunda bir məna var, yəni məntiq var. Nə zaman ki, insan yeni yerlərə səyahət edir, oradakı o mədəniyyətdəki həyat tərzində və hətta insanların düşüncəsindəki fərqə də diqqət yetirir. Məhz belədir, bundan başqa səyahət insana daha müstəqil qalmağa, müstəqil olmağa kömək edir. Bəzən tanımadığımız vəziyyətdə qərar verməli, marşrut planlaşdırmalı və ya gözlənilməz problemləri həll etməli olursunuz. Amma bəziləri düşünür ki, səyahət həddindən çox büdcə tələb edir, yəni daha çox xərc tələb edir. Не обязательно, yəni bu o qədər də mütləq deyil. Bugün uyğun büdcəli səyahətlər, təhsil proqramları və tələbə mübadiləsi üçün müxtəlif seçimlər mövcuddur. Əsas məsafə və səyahətin qiyməti deyil, insanın əldə etdiyi təcrübədir. Получается, yəni belə alınır ki, və yaxud məlum olur ki, səyahət yalnız istirahət deyil, şəxsi inkişafın da bir hissəsidir. Многие специалисты, yəni mütəxəssislərin çoxu
hesab edir ki, digər mədəniyyətlər haqqında məlumat əldə etmək insanların dünyanı daha yaxşı başa düşməsinə və başqalarına daha çox hörmətlə yanaşmasına kömək edir. Bu bizim dinləmə mətnimizin Azərbaycan versiyası idi. Gəlin suallara baxaq. Birinci sualda укажите правильное утверждение по тексту. Yəni mətnə uyğun olaraq buradakı variantlardan hansı düzgün fikirdir? A variantında deyir ki, səyahət yalnız istirahət üçün lazımdır, amma biz gördük ki, mətndə dedi ki, həm də tək istirahət üçün deyil. В-də знакомство с другими культурами не влияет на отношения, amma burada влияет, təsir edirdi. S-də путешествия могут способствовать личному развитию человека. Bəli, bu mətndə keçirdim. Да-да, məsələn, получается, путешествия могут быть не только способом отдыха, но и частью личного развития. Yəni, biz burada S variantını düzgün cavab kimi götürürük. D-də все путешествия требуют больших финансовых затрат. Burada düzdür, deyir ki, требуют слишком больших расходов, amma burada da onu izah edir ki, bu mütləq deyil və variantları sunur bizə. Ona görə все adı altında biz bunu götürə bilmərik. Kultura разных стран практически не отличается, amma bütün bu mədəniyyətlər hamısı bir-birindən отличаться eləyirdi. Различия вот в культуре, образе жизни və s. Deməli, özüm bütün variantlara baxdım ki, o biri variantların yanlış olduğunu görəsiniz. Birinci sualda düzgün cavabımız S variantı olacaq. Baxırıq ikinci suala. Как путешествия могут влиять на человека? Səyahət insana necə təsir edə bilər? Məsələn, A variantında yazılıb ki, делают человека менее самостоятельным, yəni daha az müstəqil edir. Но mətndə var idi ki, более самостоятельным делает. V-də помогают развивать самостоятельность, baxın, bir-birini təqzib edirlər, и способность принимать решения. Gəlin o hissəyə burada baxaq görək hansı yerdədir o. Baxın uşaqlar, məsələn, burada deyir ki, məhz belədir. Путешествия помогают человеку стать более самостоятельным. Və bir də личное развитие də bu hissədə var. Deməli, biz burada V variantını götürürük ki, помогают развивать самостоятельность и способность принимать решения. Вот личное развитие по самостоятельно принимать решения в незнакомой обстановке. Yəni, bu hissələri götürsək, görəcəyik ki, V variantı tamamen bu sualın cevabıdır. Məsələn, S-də deyir ki, исключает необходимость общения. Burada ölkənin iqlimini dəyişir. Burada da deyir ki, mədəniyyətə olan marağı azaldır. Yəni, fikir versəniz, o biri variantların hamısı daha məntiqsiz bir formada verilib. Baxırıq üçüncü suala. Почему интернет не может полностью заменить путешествие? Mətndə də deyildi ki, çünki biz gözlərimizlə orada görürük. Yəni, real təəssüratları через информацию vermək mümkün deyil. Ona görə də baxın, V variantında da yazılıb ki, потому что реальное впечатление общения невозможно передать через информацию. A variantında потому что в интернете мало информации, bu uyğun deyil. Не во всех странах yazılıb burada internet imkan vermir. Потому что путешествие всегда дешевле. Yəni, bu da düzgün deyil. Əslində internetlə oturub elə-belə baxırıq. Yəni, V variantı burada düzgün cavabdır. Çünki burada elə mətndə də вот verib, интернет представляет много информации, но он не всегда способен передать реальное впечатление və burada da açıqlamasını veriblər. Üçüncü sualda düzgün cavabımız, uşaqlar, burada da olacaq V variantı. Baxırıq 4-də cümləni tamamlamaq. Путешествие – главный опыт, который получает человек. Gəlin bu hissəni tapaq görək. Əslində cavab Y-dir, ani расстояние, стоимость путешествия. Bu bizdə sonlarda idi. Baxın, buradadır. Главное не расстояние и не стоимость путешествия, а опыт, который человек получает. Yəni, baxın, bu cümlədən gördüyünüz kimi, yəni, bir balaca fırladılıb, yəni yerləri bir balaca dəyişilib, amma
cümlə eyni ilə eyni mənanı verir. Yəni səyahətdə əsas təcrübədir, hansını ki insan əldə edir, məsafə və yaxud da ki hər hansı bir səyahətin qiyməti deyil. Cevap burada E варианты olacak. Beşincide, как Orhan объясняет возможность путешествовать без больших расходов. O da bakın buradaydı. Bu variantları verir bize бюджетный поездок, образовательные программы и студенческих обменов. Və görə o hissəni biz burada harda tapa bilərik? Bakın o da Y'dədir. Он говорит о существовании образовательных программ и бюджетных поездок. Burada da cevap Y'dir. Mesela A'da yine de bakın biraz məntiqsiz cevaplar var. Deyir ki, yalnız varlı insanlar səyahət edə bilər. Burada deyir ki, transportdan imtina. Burada deyir ki, bütün səyahətlər pulsuz olmalıdır. Burada da deyir ki, yalnız öz ölkəndə səyahət etməlisən. Gördüğünüz kimi cevap Y variantıdır. Bir daha düzgün cevapları deyirəm. Birdə düzgün cevabımız olacaq C variantı, 2-də V variantı, 3-də V variantı, 4-də Y və 5-də də Y variantı. Keçirik mətnlərə. Bildiyiniz kimi bizim 2 oxuyub anlama mətnimiz var. Hər ikisi 5 sualdan ibarətdir. Və indi gəlin o mətnlərə də keçid edək. İlk mətnimiz Zeynalabdin Tağıyev haqqındadır. Deməli, Zeynalabdin Tağıyev 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Azərbaycanın ən görkəmli sahibkarlarından və xeyriyyəçilərindən biri idi. Onun fəaliyyəti ölkənin təhsilinin, mədəniyyətinin və iqtisadiyyatının inkişafında mühüm rol oynamışdır. Karyerasını sadə fəhlə peşələri ilə başlayan Tağıyev neft sənayesində əhəmiyyətli uğurlar qazanaraq öz dövrünün ən nüfuzlu insanlarından birinə çevrilib. Onun həyatında xeyriyyəçilik xüsusi yer tuturdu. Tağıyev məktəblərin, teatrların və başqa mədəniyyət müəssisələrinin tikintisinin maliyyələşdirilməsində fəal iştirak edirdi. Onun ən əhəmiyyətli layihələrindən biri də Bakıda ilk Dünyəvi Müsəlman Qızlar Məktəbinin açılması olub ki, bu da regionda qadın təhsilinin inkişafında mühüm bir addım olub. Təhsil fəaliyyətləri ilə yanaşı Tağıyev çap və milli mədəniyyətin inkişafını da dəstəkləyib. O, kitab və qəzetlərin nəşrini təşviq edib, həmçinin istedadlı gənclərə xaricdə təhsil imkanı almaq elə bir imkan yaradıb və onlara kömək edib. Onun milli samosознание, özünü dərk etmə də deyə bilərik, kimlik də deyə bilərik. Yəni bu formalaşmasındakı töhfəsini də qiymətləndirmək, yəni çətindir buna dəyər verməmək, dəyərləndirməmək. Var dövlətinə və nüfuzuna baxmayaraq Tağıyev ictimai rifaha yönəlmiş bir insan olaraq qalırdı. Onun işi təkcə şəxsi uğurla deyil, həm də bütövlükdə cəmiyyətin inkişafına yönəlmişdi. Beləliklə o tarixə maariflənmə və sosial məsuliyyət simvolu kimi daxil olub. Baxaq suallara. Gördüyünüz kimi 6-cı sualımız bizim 4 mülahizədən ibarətdir. Əgər siz bu 4 mülahizəyə düzgün cavab versəniz, 4-ünə də bu sizə 1 bal verir. 3-ünə düz cavab versəniz, bu sizə 0,5 bal. 3-dən aşağı olsa heç bir bal verməyəcək. 6-1. Tağıyev начал свою карьеру как bogатый предприниматель, amma biz burada mətndə də gördük ki, sadə fəhlə sənətlərindən başlayıb, ona görə bunu неверно kimi götürürük uşaqlar. Он внес вклад в развитие образования, bəli, A variantı, yəni təhsilə çox böyük bir töhfə verib. Первая женская школа была открыта без его участия. Yəni, bu haqda mətndə də indi şəxsimi orada iştirak etdi, yoxsa yox, sadəcə onun sayəsində bu məktəb açılıb. Orada şəxsən oldu mu, olmadı mı, bu haqda belə bir söhbət yoxdur. Yəni, həm elə götürsək, həm belə götürsək, biz bunu неверно kimi cavablandıracağıq. Его деятельность ограничивалась только бизнесом. Burada da deyir ki, onun fəaliyyəti yalnız bizneslə
məhdudlanırdı. Xeyr, o xeyriyyəçiliklə məşğul olduğu üçün biz bunu da Niverna cavabı ilə götürəcəyik. 7-ciyə baxırıq, cümləni tamamlamaq. Деятельность Тагиева не ограничивалась только личным успехом. Yəni, tək şəxsi uğurla hüdudlanmırdı. O neynirdi uşaqlar? Она была направлена и на развитие общества в целом. O ümumilikdə cəmiyyətin inkişafına da yönəlmişdi. Baxın uşaqlar, deməli burada da həmən cümləni tapa bilərsiniz. Его деятельность была направлена не только на личный успех, но и на развитие общества в целом. Yəni həmən cavab da burada C variantındadır. Keçirik 8-ci suala. Что характеризует деятельность Тагиева как мецената? Yəni mecenat kimi, xeyriyyəçi kimi onun fəaliyyətini nə xarakterizə edir? Bir də finansирование школ, bəli, məktəbləri maliyyələndirirdi. Поддержка kulturu, bəli, mədəniyyətə də çox böyük bir dəstək verirdi. Ticarətin inkişafı, bunu qoyduq bir qırağa, mecenat kimi deyildi o. Помощь студентам, bəli, tələbələrə də kömək edirdi, bunu da götürürük. Və 5-də də yazılıb ki, отказ от благотворительности, xeyriyyəçilikdən imtina, belə bir variant da götürə bilmərik. Deməli, burada 1, 2, 4 olacaq və cavabımız da A variantı olacaq. Baxırıq 9-a, mecenat sözünün значениесini mətndə biz təyin edəcəyik ki, burada hansı mənada işlənib. Ümumiyyətlə, mecenat xeyriyyəçi olduğu üçün və əsasən də xeyriyyəçilər təhsil və incəsənət sahəsini dəstəkləyirlər. Burada da D variantında yazılıb ki, человек, поддерживающий искусство и образование. Cavabımız D variantıdır. Məsələn, A-da yazılıb ki, alim, hansı ki, ictimai fəaliyyətlə məşğul olur. V-də yazılıb ki, siyasi bir lider. S-də yazılıb ki, dövlət xidmətçisi. Y-də də yazılıb предприниматель. Предприниматель uşaqlar. Bu da belə deyək, hər hansı bir iş quran insana deyirlər. O xeyriyyəçi deyil. Sadəcə işini qurur, nəsə eləyir. Deməli, düzgün cavabımız burada D variantı olacaq. 10-cu suala baxırıq. На какие вопросы можно найти ответ в тексте? Hansı suallara mətndə cavab tapmaq olar? Birincidə deyir ki, в какой сфере Тагиев достиг успеха? Hansı sahədə Tagиев uğur əldə elədi? O da neft sahəsində в развитии, yəni то есть сумел добиться значительного успеха в нефтяной pромышленности. Yəni bu sualın cavabı var. 2-də какие образовательные проекты он поддерживал? Gəlin baxaq görək bu mətndə var, yoxsa yox, bunun cavabını tapa bilirikmi? Baxın, поддерживал развитие печати, национальной культуры, способствовал изданию книг, помощь талантı. Yəni baxın belə bu hissə bütünlüklə o suala cavab verir. 3-cü sualda какие политические должности он занимал? Ümumiyyətlə siyasiliklə əlaqəli bu mətndə heç bir söhbət keçmədi. Və 4-də də как он способствовал развитию культуры. Əslində gəlin belə deyək də 2 ilə 4 hardasa elə bir balaca bir-birinə oxşardır. Burada da elə bu hissə həm ora aiddir, həm bura. Ümumiyyətlə, bütün mətn elə onun bu mədəniyyətə və yaxud da ki, hansı bir proyektə dəstəyindən getdiyi üçün söhbət. 4-ü də biz düzgün cavab kimi götürürük. 5-ci də o təhsilini harda alıb, onun təhsilini harda almağı haqqında da mətndə söhbət getmədiyi üçün, ümumiyyətlə, uşaqlar, həmişə çalışın bu suallarda, baxın, görün, bu haqda mətndə danışılıb, yoxsa danışılmayıb. Əgər mətndə bu haqda danışılmırsa, söhbət keçmirsə, deməli, onun cavabı da mətndə yoxdur. Burada deməli, cavablarımız olacaq 1, 2 və 4. Gəlin bir daha düzgün cavablara baxaq. 6-1 V, 6-2A, 6-3 V, 6-4 V, 7-də düzgün cavabımız olacaq C, 8-də düzgün cavabımız olacaq A, 9-da düzgün cavabımız olacaq D və 10-da da düzgün cavabımız olacaq 1, 2 və 4. Keçirik ikinci mətnə. İkinci mətnimiz biraz mifologiya ilə əlaqəlidir. Kentavrlardan və sirenlərdən danışır. Kentavrlar və sirenlər qədim Yunan mifologiyasında ən mürəkkəb və çoxşaxəli obrazlar arasındadır.
Bu canlılar öz daxilində əks prinsipləri birləşdirərək ikililik ideyasını təcəssüm etdirirlər. Onların obrazları insan təbiəti və daxili dünyası haqqında qədim inancların daha dərindən başa düşülməsini təmin edir. Kentavr, burada belə deyək də, aşağı hissəsi bunun atdır, yuxarı hissəsi isə insan bədənidir. Yəni bunların birləşməsindən yaranan bir varlıqdır, belə deyək. Bu cür kombinasiya ağıl və instinktin birliyini simvollaşdırır. Miflərdə kentavrlar çox vaxt təcavüzə meyilli və ram edilməmiş varlıqlar kimi təsvir olunurlar. Lakin qəhrəmanlara burada nastavnik sizə rəhbərlik edən, sizi yönəldən belə bir insana deyilir və bu da müdrik, lakin qəhrəmanlara rəhbərlik edən müdrik kentavr Huron kimi istisnalar da mümkündür. Kentavr obrazı rasional və heyvani təbiətlər arasındakı daxili insan münaqişəsini əks etdirir. Bir tərəfdən insan ağıl, nizam və nəzarət üçün səy göstərir, digər tərəfdən isə ehtiras və instinktlərə tabidir. Beləliklə, kentavr bu iki təbiət arasındakı mübarizənin simvoluna çevrilir. Keçək indi sirenalara. Sirenlər öz deməli, dənizlə əlaqəli və sihirli səsə malik bir varlıqlardır. Miflərə görə onlar dənizçiləri mahnıları ilə cəlb edir və onları ölümə aparırdılar. Bu obraz insanı məqsədindən yayındıra biləcək illüziyaların və cazibələrin təhlükəsini simvollaşdırır. Maraqlıdır ki, sirenlər təkcə təhlükəni deyil, həmçinin də cazibəni təcəssüm etdirir. Onların gücü fiziki yox, şuura təsir etməkdədir. Bu, onları insanların üzləşdiyi psixoloji və emosional sınaqların simvoluna çevrilir. Kentavrlar kimi sirenlər də insan təbiətinin hüdudları haqqındakı fikirləri əks etdirir. Onlar insanların tam rasional varlıq olmadığını və davranışlarının ağıl, duyğu və instinktlərin mürəkkəb qarşılıqlı təsiri ilə müəyyən edildiyini nümayiş etdirir. Bu obrazlar ədəbiyyatda da geniş yayılıb. Onlar dövrdən və mədəni kontekstdən asılı olaraq müxtəlif cür şərh olunur. Lakin simvolik əhəmiyyətlərini qoruyub saxlayırlar. Bu mifoloji obrazların aktual olmaqda davam etməsinə dəlalət edir. Beləliklə, kentavrlar və sirenlər yalnız mifologiya elementləri deyil, həm də insan təbiətini və onun daxili ziddiyyətlərini anlamağa imkan verən vacib simvollardır. Bu bizim ikinci mətnimizin tərcüməsi idi. Gəlin suallara baxaq. 11-də. Все кентавры в мифах изображаются как mudrые существа. Xeyr, biz burada dedik ki, onlar agresiya meyilli, vəhşi olurlar əksər, часто. Вот. İsключение burada bir dənə Huronu verdilər. Ona görə все кентавры deyə bilmərik. Bunu неверно kimi cavablandırırıq. Сила сирены заключается не в способности влиять на сознание, а преимущественно физическом воздействии. Mətndə tərsinə idi. Yəni, fiziki təsir etmir. Və burada не физическом воздействии, а способности влиять на сознание. Burada isə onu tərsinə vermişik. Не в способности влиять на сознание. Aydındır mı? Ona görə bunu da neverno götürürük. 11.3'də kentavr и sirena связаны с идеей двойственности. Bəli. Çünki burada elə verib hər ikisi воплощает двойственность. Bunu A götürəcəyik biz sizinlə. 11.4'də də отражать в себе борьбу двух начал. Bəli, началом elə bir ki, человек bir də heyvan ikisinin bu hissədədir simvolum. Deməli, 11.4'də də biz bunu verna kimi cavablandıracağıq. 12'ye baxırıq. В literaturi эти образы, ədəbiyyatda bu obrazları bizə necə verirlər? Gəlin bu hissəyə baxaq. Они
Üzr sayın. Интерпретируется по-разному в зависимости от эпохи и культурного контекста, но сохраняет свою символическую значимость. Deməli, burada bu ümumiyyətlə interpretasiya nə deməkdir uşaqlar? Interpretasiya açıqlama, объяснение deməkdir. Və burada da ona объяснение sözü kimi götürülüb D variantında. Объясняется по-разному, но сохраняет свою символическую значимость. Məsələn, Y variantında bu interpretasiya sözü verilib. Amma yəni bu tam onu əhatə eləmir. Burada məsələn yazılıb ki, как мифологические образы. Amma mətndə bizə bunu necə veriblər? Mətndə bizə bunu veriblər ki, по-разному в зависимости от эпохи и культурного контекста. Yəni cavab olaraq biz burada D variantını götürəcəyik. Yəni baxmayaraq ki, fərqli ifadə olunurlar, amma öz simvolik значимостini qoruyub saxlayırlar. O da burada bizə D variantında verilib. 12-də cavabımız olacaq D variantı. 13-ə baxırıq, что характеризует образы кентавра и сирены. Yəni ikili bir təbiət, двойственная природа götürürük bunu. Simvolическое значение bunu da götürürük uşaqlar. Научное объяснение götürmürük. Bir də psixologический смысл, çünki burada orada psixologiya ilə də biz orada psixologiya ilə də əlaqəli elə bir ki verilib. Ona görə də 4-ü də götürəcəyik. Və 5-də də однозначная interpretasiya, amma orada однозначная deyildi. Nə idi bizdə? Разный idi. Baxın, по-разному idi. Deməli, burada da cavabımız nə olacaq uşaqlar? A variantı. 14-də baxırıq, двойственность mətndə nə məna daşıyır? Ziddiyyət, əks. Bu da Y variantı, противоречивость olacaq. Prostoта, sadəlik, случайность, təsadüflük, независимость, müstəqillik, однообразие da eynilik. Ona görə cavabımız olacaq Y variantı və 15-ə də baxırıq. На какие вопросы можно найти ответ в тексте? Hansı suallara mətndə cavab tapmaq olar? Что символизирует образ кентавра? Bu bizdə var idi. Simvol борьбы двух начал, yəni bunu simvolizə edir. İkinci, как сирены воздействуют на людей? Onların şuuruna birbaşa təsir edirdilər. O da влияет на сознание. Bu arada bayağı o psixologiskini göstərmədim. Baxın, var burada. Psixologiski, emosionalni. Yəni mətndə bayaq tərcümə də etdim deyə bəzi məqamları toxunmuram. Birdən qaranlıq qalar sizin üçün. Deməli, 2. Как сирены воздействуют на людей? Bunun da cavabı var. 3-də какие реальные животные stали основой этих образов? Düzdür, kentavrda orada aşağı hissəsi atdır, amma yuxarı hissəsi insandır və realные животные. O da reallıqda belə bir heyvan olmadığı üçün deyə bilərsiniz ki, bir hissəsi atdır, insan da heyvan deyil uşaqlar. Yəni o çaşdırmasın sizi. Yəni 3-ün cavabı yoxdur. 4-də bu da interpretasiya var idi bizdə. Necə по-разному они как бы объясняются. Deməli 4-ü də götürürük. Когда возникли мифы о сиренах, bunun da cavabı yox idi. Yəni zaman söhbəti olmadı. Deməli burada da 1, 2 və 4 olacaq düzgün cavabımız. Bir daha düzgün cavablara baxaq. 11-də 1 V, 2 V, 3 A və 4 o da A. 12-də düzgün cavabımız D'dir uşaqlar. 13-də düzgün cavabımız A'dır. 14-də düzgün cavabımız Y'dir və 15-də də düzgün cavabımız 1, 2, 4'tür. Keçirik sizinlə qrammatik suallara. 16-da я ничего не мог понять. Mən heç nə anlaya bilmədim. Bu cümlənin davamını variantlardan tapmalıyıq. A variantında yazılıb ki, baxmayaraq ki, ay görünmürdü. Yəni məntiqsiz bir variantdır. Və yaxud da ay görünməsə də anlamaqla əlaqəsi yoxdur. Чтобы так peli птицы, quşlar belə oxusunlar. S-də из-за того, что в комнате было шумно. Yəni o səbəbdən ki, otaqda çox səs-küy idi.
Yani bunu götürə bilərik. Я ничего не мог понять из-за того, что в комнате было шумно. Yəni otaqda çox səs-küy olduğu üçün mən heç nə anlaya bilmədim. Cavabımız əslində C-dir. Amma gəlin o birilərə də baxaq və deyir yağışlı günlər gəldi. Burada da deyir ki, ona görə ki, yox, daha doğrusu buna görə ki, ağır günlər, çətin günlər başladı. Или наступили, gəldi. Əslində burada поэтому olanda, baxın, из-за того, что это причина, bu isə уже bir balaca nəticə kimi olur. Yəni bu da sizi çaşdırmasın. Yəni mən anlaya bilmədiyimə görə ağır günlər başladı kimi çıxar. Yəni biz burada Y variantını qoysaq. Cavabımız olacaq C variantı. 16-da düzgün cavab olacaq C variantı. Baxırıq 17-ci suala. Hansı sözlər həm isim, həm sifət kimi işlənə bilər? Bu da xüsusi bir sözlərdir ki, həm biz buna ismin sualını verə bilərik. Burada kim sualı da ola bilər, nə sualı da ola bilər. Həm də ki, sifət kimi какой, какая, какое sualını da verə bilərik. Sonluqları sifət sonluqludur. Ancaq yenə deyirəm, həm isim, həm də sifət kimi işlənməlidir. Zor ki, bu yaxşı görən deməkdir. Yəni bunun ayıq-sayıq da deyə bilərik. Bu yalnız xarakteri xüsusiyyətdir. Vнимательно, diqqətli deməkdir. Bu ki, bu da biraz hərəkətli, canlı. Dərski bu da cəsarətli anlamında daha çox işlənir. Amma biraz da cəsarətliliyin daha kobud bir forması da ola bilər. Çisovoy isə biz bunu uşaqlar isim kimi, gözətçi kimi götürə bilərik. Yəni saat hesabı hardasa gözətdə durub və bunu canlı kimi götürə bilərik. Кто sualını verə bilərik. Sifət kimi də işlədə bilərik. Например, çisovoy mexanizm. Saatın hansısa bir mexanizmi. Deməli, burada düzgün cavabımız olacaq C variantı. 18-ə baxırıq uşaqlar. Burada cümlələrdən mətn yığmaqdır. Bir balaca özüm çətin formada vermişəm. Nəyə görə? Əksər hallarda bizdə necə olur? Başlanan, belə deyək də, rəqəmlər fərqli olur. Orada tapdınızsa birinci cümləni, davamı rahat gəlir. Burada hamısını 2 ilə başlamışam. Yəni, məlumdur ki, 2 ilə başlayacaq. Görək davamı necə olacaq. 2-də deyir ki, son 10 illiklərdə ekoloji problemlər qlobal bir xarakter alıb. 2-dən sonra, məsələn, demək olar ki, bütün variantlar gəlir burada, işlənir. Məsələn, 3 qoysaq, burada 3-də deyir ki, zərərli təsirləri azaltmaq məqsədi daşıyır. Təsirlər nəsə belə bir şey. Amma biz bunu hələ bir açaq, bu qlobal xarakter daşımağını bir açaq, raskrivat eləyək. Çünki əgər biz mətn qururuqsa, bunu açmaq lazımdır. Ona görə A-nı atırıq. Sonra baxaq bura. Проблемы приобрели глобальный характер, в частности, наблюдается ухудшение качества воздуха и воды. Hardasa düşünmək olar ki, bunu məsələn də qoya bilərik. Amma gəlin bir baxaq görək. Axı bu da yenə gərək biz nəsə verək ki, sonra oradan deyək ki, əsasən bu görsənir. Biz ümumisini verməliyik ki, əsasənini verək. Bunu da çıxıram uşaqlar. Gəlirik Y variantına. İndi yenə desəm ki, son illərdə bu problemlər qlobal xarakter alıb. Məhz bu səbəbdən ekoloji siyasətin rolu artır. Yəni, burada da yenə biraz düşünmək olar ki, ekoloji siyasətin qlobal xarakter daşıdığı üçün artıb. Sonra 4-ü versəm, belə dəyişikliklər, yəni 4-5-dən sonraya uyğun gəlmir uşaqlar. Keçək V-yə. 2-dən sonra burada 4-ü qoysaq, yenə də hansı dəyişikliklər? Baxın, bundan sonra mən 4-ü versəm, çünki burada vermişəm belə dəyişikliklər. Mən dəyişikliklər haqqında danışmalıyam ki, bu 4-ü bura qoyum. Qalır D variantı. Gəlin indi bu ardıcılığa baxaq. Birinci, yəni 2-də verir ki, son 10 illiklərdə ətraf mühit problemləri qlobal xarakter alıb. Sonra 1-i qoysaq, bu antropogen yükün artması ilə
yəni ətraf mühitə üzərində antropogen yükün artması ilə əlaqəlidir. Bax, açıqlamasını verdim. Və sonra altını qoyuram ki, xüsusilə, bax, bunun fıçasını istəyir. Xüsusilə keyfiyyətdə, yəni hava və suyun keyfiyyətinin pisləşməsi müşahidə olunur. Yəni bu orada daha çox müşahidə olunur. Sonra 4-də 4-ü verirəm. Belə dəyişikliklər, yəni suyun və havanın ухудшениясы insan sağlamlığına neqativ təsir edir. Ondan sonra 5-i qoya bilərəm ki, məhz bu səbəbdən ekoloji siyasətin rolu artır. Və buradan sonra da 3 ana направлена iqtisadi siyasətin rolu yönəlib на снижение вредного воздействия и сохранение природных ресурсов. Deməli, cavabımız burada olacaq D variantı. Dediyim kimi, bu sualların içində çox diqqət tələb edən, çox belə incə işlənmiş bir sual idi. İnşallah ki, ötəsindən gələrsiniz. 19-a baxırıq, paronimlər, harda aşıbqa var. Ritmiçiskая muzika, ritmik musiqi, burada heç bir problem yoxdur. Ritmiçni, əslində o da ritmikdir, amma musiqi iminna burada česki də var. Ona görə bu ritmiçiskaya düzdür. Одинокое дерево, hardasa yalnız tənha olan bir ağac, bu da düzdür. Romantikная komediya, bu da romantik bir komediya. Bolotная жаба, balotada yaşayan bir jaba. Amma orqanizm человечный ola bilməz. Человечный insanpərvər deməkdir. Orqanizm человеческий. Baxın uşaqlar, harda česki varsa o sözün özünə aiddir. Человеческий də insana aid. Orqanizm də insana aid olduğu üçün burada человеческий orqanizm olmalıdır. Cavabımız olacaq 19-da Y variantı. Gəlirik 20-ci suala. Burada da речевая ошибка. A variantında от слабости у него закружилась голова. Heç bir problem yoxdur. V'da вагон вошли трое студентов. Biz demişik ki собирательное числительное diye bizim sayılarımız var. Двое, трое, четверо, пятеро, шестеро, семеро, восьмеро. Bunlar женский rodun isimləri ilə, средний rodun isimləri ilə uzlaşmır. Student мужской rodun ismidir və обозначает лицо. Biz bunu uzlaşdıra bilərik. V variantında heç bir problem yoxdur. Amma S variantına fikir verin. Lягушка. Lягушка женский roddur. Və biz bunu двое sayı ilə verə bilmərik. Deməli, S variantında bu uzlaşma yanlış olduğu üçün cavab C variantıdır. Burada məsələn внесли 4 parты и стулья, heç bir problem yoxdur. Burada da nочью кто-то или что-то стучался в дверь. Nəsə və yaxud kimsə qapını döyürdü. Yəni orada ağac da tıqqıllada bilər, külək vura bilər, külək də tıqqıllada bilər. Ona görə burada da heç bir problem yoxdur. Düzgün cavabımız, yəni səhv olan C variantıdır. Gəlin bir daha qrammatik sualların cavablarına baxaq. 16-da cavabımız C, 17-də cavabımız C, 18-də düzgün cavabımız D, 19-da düzgün cavabımız Y və 20-də də düzgün cavabımız C olacaq. Bu bizim ümumi sınav 9 imtahanının sualları və düzgün cavabları idi. Hamınıza uğurlar və bol şans arzulayıram. Sağ olun, Allah'a əmanətdə qalın.